Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Tamam əziz şagirdlər, 8-ci sinif səhifə 89-dakı ümumiləşdirici tapşırıqlara baxaq. Deməli, birinci sualda deyir ki, H3PO4 turşusunun molekulunda olan oksigen atomlarından neçəsi birbaşa fosfor atomu ilə birləşmişdir? Molekulun quruluşunu təsvir etməyə canlıca əsaslandırın. Deməli, bu turşu neçə əsaslıdır? 3 əsaslıdır. 3 əsaslıdırsa, burada 3 dənə OH olmalıdır. Bunu yazdıq. Yerdə nə qədər oksigen qaldı? Bax, 3-ün yazmışıq 4 dənə, biri qaldı. Buradakı oksigenlər də fosforla birləşir. Digər qalan oksigen isə birləşir fosforun özü ilə. Birbaşa fosforla birləşən, ancaq oksigen, yəni bir sadəcə oksigenlə birləşsin. Yəni bu birisi oksigenlər birbaşa oksigenlə. Bunlar hidrogenlə də birləşir. Bunu nəzərə almaqdayız. Yəni molekul formulu belə olur. İkiyə baxaq. Uyğunluğu müəyyən edin. Elektrik cəryanını keçirmir, elektrik cəryanını zəif keçirir, elektrik cəryanını yaxşı keçirir. Gəlin baxaq. A-da nə görürük? Bu deməli, mənfi yükü olan katoddur. Müsbət yükü olan anoddur. Tutaq ki, uşaqlar keçən dərsində öyrənmişdik çöküntü. Deyək ki, bu gümüş bir xloriddir. Görürsünüz, molekulyar formadadır, heç ionlarına ayrılmayıb. Cavabınızı əsaslandıraraq burada deyə bilərsiniz. A-dakı maddə ionlarına ayrılmayıb. Nə katyon, nə də anion. İonlarına ayrılmayıb, elektriki keçirmir. 1 olur A. B-yə baxaq. Burada görürsünüz, katoda da, anoda da bütün deməli ionlar burada gedir də katyonlar anoda tərəf, anionlar anod tərəf. Bu elektrik cəryanını yaxşı keçirir. Bax, görürsünüz, bütün deməli molekullar parçalanıb ionlarına. Elektrik cəryanını yaxşı keçirir B. C-də fərqi, baxın, B ilə C-də fərqi görürsünüz də. Burada baxın. Eyni anda həm anoda, katoda gedən ionlar var, həm də ionlarına ayrılmamış maddələr var. Ona görə də bunu zəif keçirən tərəfdir. 3-ə baxaq, hansı əsaslar doğru adlandırılmışdır? Adı səhv verilən əsaslar necə doğru adlandırmaq olar? Kalsium hidroksid, bu düzdür. Kalsium sabit valentlidir, ona görə də valentlini vurğulamağa ehtiyac yoxdur. Sink hidroksid, bu səhvdir. Sink sabit valentlidir. Ona görə də olmalıydı. Sink hidroksid. İçinə vurğulamağa ehtiyac yoxdur orada. 3-də NH4OH amonium hidroksid, bu düzdür. Mis 1 hidroksid isə səhvdir. OH-ın sayını elə gördüyünüz qədər metalın valentlidir. Burada olmalıdır mis 2 hidroksid. 5-də dəmir hidroksid isə səhvdir. Bu 4 olmalı. Çünki dəmir dəyişkən valentlidə olur. 3-sü də olur, 2-si də olur. Yəni dəmir OH2 yazırıq. Dəmir OH3 yazırıq. Bunların adı bir-birindən fərqlənməlidir. Fərqləndirəndə də nəyə görə fərqləndiririk? Valentliyinə görə. Burada olacaq dəmir 2 hidroksid. Xrom 3 hidroksid, bu düzdür. 4-ə baxaq. Aşağıdakı maddələrin dissosiasiyası nə ilə fərqlənir? Belə yaza bilərsiniz. Deməli, A-da. H2SO4 2 mərhələdə dissosiasiya edir. HNO3 1 mərhələdə dissosiasiya edir. Natrium OH, kalsium OH2. Burada da yazırsınız. Natrium OH 1 mərhələdə dissosiasiya edir. Kalsium OH2 2 mərhələdə dissosiasiya edir. Fərq budur. Maddələrin dissosiasiya tərkiblərini tərtib etmirsə, buyuraq tərtib edək. H2SO4 dediyimiz kimi 2 mərhələdə dissosiasiya edir. HSO4 mənfi, üstəgəl H müsbət alınır. Sonra HSO4 mənfi, H müsbət, üstəgəl SO4 2 mənfi B formada alınır. HNO3 ilə bir mərhələdə dissosiasiya edəcək, bir əsaslı turşudur. H müsbət, üstəgəl NO3 mənfi alınır. B-yə nəzər salaq. Natrium OH dissosiasiya edir, natrium müsbət, üstəgəl OH mənfi alınır. Kalsium OH2 2 mərhələdə dissosiasiya edir.
Alınır kalsium OH müsbət, üstəgəl OH mənfi. Kalsium OH müsbət yenidən dissosiasiya edir. Kalsium 2 müsbət, üstəgəl OH mənfi alınır. 5-ə baxaq. 5 deməli, oksidlər verib, oksidlərin su ilə reaksiya tərkiblərini tərtib edin. Su ilə reaksiya daxil olmayan oksidləri üst nümunə göstərin. SO3 turş oksididir. Su ilə reaksiyaya girib turşu əmələ gətirəcək. H2SO4. Natrium 2O qələvi metalın oksididir. Su ilə reaksiyaya girib qələvi əmələ gətirir. N2O3 turş oksididir. Su ilə reaksiyaya girib turşu əmələ gətirəcək. Kalsium oksid qələvi torpaq metalın oksididir. Su ilə reaksiyaya girib qələvi əmələ gətirir. N2O5 turş oksididir. Su ilə reaksiyaya girəndə turşu əmələ gətirir. Kalium 2O qələvi metalın oksididir. Su ilə reaksiyaya girəndə qələvi əmələ gətirir. Və son olaraq isə bizdən istəyir ki, reaksiya daxil olan oksidlərin üst nümunə göstər. Yaza bilərsiniz. Məsələn, bildiyiniz qum, rars qumu gedir bunun adı. Su ilə reaksiya getmir. Dəm qazı su ilə reaksiya getmir. Şənləndirici qaz su ilə reaksiya getmir. Buradan bir dənə X qoyursunuz. Sonra NO nümunə artırım sözün üçün burada su ilə reaksiya getmir. 6-ya baxaq. İyonların əmələ gətirdiyi duzların formulunu tərtib edin və adlandırın. Yazaq A, B, F. Böyləcə əmələ gətirdiklərini yazaq. Buna adlarını deyirik. Bu necə edirsiniz? Baxın, bu iyonun yükü çarpaz keçir. Bax, bu 2-dirsə PO4-ün ayağına, PO4-ün mötərizə ayağına 2 yazırsınız. Bu 3-dür. 3 düşür maqneziumun ayağına. Məsələn, müsbət 1 görsə bu 1 deməkdir. SO4-ün ayağına heç nə düşməyəcək. 1 olanı yazmır, amma SO4-ün üzərində 2 görürük axı. 2 düşəcək kaliumun ayağına. Sonra NH4 NH4-ü mötərizəyə alıb ayağına 2 yazırıq. CO3-ün ayağına heç nə düşmür. Çünki NH4 müsbətdir, 1-dir. Natrium NO3 baxın. Hər biri müsbət 1, mənfi 1. İndeksdə müsbət mənfi olmur. Ədəd olur. Dəmir 3 müsbət. Deməli, dəmir 2 SO4 mötərizə alırıq, ayağında 3 yazırıq. Dəmir 3-ü keçir bu birisinin ayağına. Mis, xlor, xlorun ayağına 2 düşür. Gəlin adlandıraq. Magnezium, ortofosfat, kalium, sulfat, amonyum, karbonat, natrium, nitrat. Yeni F-i burada yazdım, sığmayacaq ora. Deməli, dəmir dəyişkən valentli olduğu üçün burada olacaq dəmir 3 sulfat. F-də isə mis dəyişkən valentlidir. Mis 2 xlorid. Sonunda fikir verin adlıdır. 7-də isə bunun tərsidir. Duzların formulunu tərtib edin. Adların yazılıb, indi isə adların verib formulunu istəyir. Dəmir 2 nitrat. Yine 1, 2, 3, 4, 5, 6, 1 də dəmir 2 nitrat deyir. Dəmir 2 valentli olduğunu vurğuluyur. Yəni 2-də kalsium ortofosfat. Kalsium 2 valentlidir. Ortofosfat isə 3. Kalsium 3 PO4 2, 4'tü. Lityum karbonat. Lityum 2 SO3. Alüminyum xlorid. Alüminyum 3 valentlidir. Xlorun ayağına 3 düşür. Amonyum ortofosfat. Amonyum iyonu 1'dir. Oksijen dərəcəsi müsbət. Ortofosfat 3'dür. Amonyum mötərizə alırsınız. Ayağına 3 yazırsınız. Baryum nitrat. Baryum 2 valentlidir. NO3 1. Buna görə belə olur. Alüminyum sulfat və kalium ortofosfat duzlarının dissosiasiya tənglərini tərtib edin.
Onların məhlullarında iyonlarının ümumi sayı bərabər olarsa, kation və anion saylarını müqayisə edin. Deməli, alüminium sulfat, kalium ortofosfat. Desasası təmin tərtib edək. 2 alüminium 3 müsbət üstə gəl 3SO4 2 mənfi. Burası 3 kalium müsbət üstə gəl PO4 3 mənfi. Hə, iyonların ümumi sayı bərabərdir deyir. Gəlin baxaq, iyonların ümumi sayı nə vaxt bərabər olur? Tutaq ki, bundan sayda götürmüşük. O zaman bu 2x, bu isə 3x sayda əmələ gələcək. Bu çünki 1 olanda bundan 2, bundan 3 əmələ gəlir. Cəmin yəni nə qədər olur? 5x. Bunda deyə y götürmüşük. O zaman bundan 3y, bundan isə y olacaq. Bunun ümumi iyonların sayı nə qədərdir? 4y, 3y, üstəgəl y. Bu deyir 4y. Baxın, bizə şərtdə deyir, ümumi sayı bərabərdir iyonların. Ona görə 5x-i 4y bərabər elədim. Kation və anionların saylarını müqayisə edin deyir. 5x bərabərdir 4y-də. Burada riyaziyyatdır. Belə deyək, x burada nəyə bərabər olur? 5-də 4, yəni 0,8 y-ə. Kation və anionların saylarını müqayisə edin deyirsə, kationların sayı nə qədərdir burada? 2x, bu üstə 3y. Hansı çoxdan, hansı azdır? Belə tapa bilərik. 2x üstə gəl 3y budur. Gəlin yerinə qoyaq, x-in yerinə qoyaq. 2 vurulsun 0,8y üstə gəl 3y. Bu bizə nə verir? 1,6y eləyir, 4,6y. Aha. Deməli, bu bizim nədir? Kation sayımız. Kation sayı yazın yanına. Anionların sayı nə qədərdir? 3x üstə gəl y. Anionlarımız da mənfi 3-lərdir. Yenə x-in yerinə 0,8y qoyaq. 3 vurulsun 0,8y üstə gəl y. 8-in 2,4, üstünə də bir cəsi 3,4y. Asanlıqla artıq müqayisə edə bilərik. 4,6y, yəni kation sayı anion sayından çoxdur. Müqayisə etdik. Belə. 9-a baxaq. Aşağıdakı maddələr arasında baş verən reaksiya tənişlərini tərtib edin. Bu deyək. Deməli, alüminium hidroksid və gəl H klor. Alınır alüminium klor 3. Üstə gəl H2O. İkinci, kalsiyum hidroksid. Aya kalsiyum oksiddir. İstəyirəm. Kalsiyum oksid üstə gəl nitrat turşusu. Yəni HNO3. Alınır kalsiyum NO3 2. Üstə gəl H2O. Bu A'sı, bu B'si. Z-ni burada yazaq. Diazot trioksid. Diazot trioksid. Üstə gəl kalium hidroksid. Alınır burada. Turşu oksidi əsasına reaksiya ediləndə yenə uyğun turşunun duzunu əmələ gətirir. Üstə gəl H2O. Bəndə sink oksid. Üstə gəl sulfat turşusu. Sink SO4. Üstə gəl H2O. Bəndə dəmir. Üstə gəl klorid turşusu. Alınır dəmir klor 2. Üstə gəl H2. 10-cuya baxaq. Baş verən reaksiya tənişlərini tərtib et. Deməli, məhlulda tüm SO4 var. Baxın, bu məhlul özü göstərir. Məhlul rəngi də fərqlidir. Deməli, burada dəmirdən olan mispan əlavə eləmişik. Bu dəmir misdən qüvvətlidir, onu çıxarır. Dəmir SO4 üstə gəl miso alınır.
İndi sual yazma. Bu artıq dəmir buradan belə deyək, məhlula keçir. Bu mis gəlir, çökür mismar üzərinə. Məhlulda isə olur, dəmir isə olur. B-yə baxaq. B-də barium xlor 2. Özü yazılır orada. Nə üzərinə nə əlavə edir. Görürsünüz, baxın, burada məhlulun içərisində, qabın içərisində natrium 2SO4-dür. Natrium 2SO4. Bu alınır barium SO4. Bu ağ rəngli çöküntü var. Ha, bu özü işarə qoymuyor bura. Ağ rəngli çöküntü barium SO4-dür. Şəffaf olan hissədə isə, əlbəttə çöküntü indi zaman keçdikcə görünür də əslində reaksiya aparır. Çöküntü ağ rəngdə dibə çökür. Məhlulda isə natrium 2, natrium xlor qalacaq. Çünki o həll olandır. Hə, maqnezium bu da H xlordur. C-yə baxaq. Maqnezium lenti var. Turşunun içərisinə əlavə ediblər. Alınır maqnezium xlor 2 üstə gəl H2. 11. Maddələrin məhlullarına qarşılıqda baş verən reaksiyaların ion tənliklərini yazın. Yəni, baxaq. Əvvəlcə molekulyar tənliyi yazaq. Gözümüzün önündə olsun. Burada nə alınır? H2O üstə gəl kalsium xlor 2. İon tənlikləri. Kalsium 2 müsbət. Üstə gəl OH 2-dən almış mənfi. Üstə gəl H müsbət. Üstə gəl xlor mənfi. Alınır H2O. Su, qaz, söküntü iyonlarına ayrılır. Və kalsium 2 müsbət. Üstə gəl xlor mənfi. 2 dənə xlor mənfi. Və 2OH. Hə, bunu əmsallaşdırmağı unutmuşam mən. Desək ki, düzgün olsun. Suyun da qabağına 2 düşür. 2 dənə OH, yəni bu reaksiya hansı iyonlar arasında baş verir? OH və H müsbət. 2H. Yəni burada əmsalları ixtisar edə bilərsiniz. B-yə baxaq. Barium nitrat. Üstə gəl kalium sulfat. Alınır barium sulfat, ağ rəngli çöküntüdür. Üstə gəl kalium nitrat. Burada da deməli barium 2 müsbət. Üstə gəl NO3 2 mənfi. 2 mənfi yox, mənfi. 2-ni buraya yazaq. 2 dənə kalium müsbət. Üstə gəl SO4 2 mənfi. Burada məmsal yazar. Alınır barium sulfat, çöküntünü iyonlarına ayırıb yazmırıq. Üstə gəl 2 kalium müsbət. Üstə gəl NO3 mənfi. 2 NO3 mənfi. Burada hansı iyonlar arasında baş verir reaksiya? 2 müsbət, barium 2 müsbətlə SO4 2 mənfi arasında alınır barium sulfat iyonu çöküntüsü. C-ni də yazaq. Mis 2 xlorid. Üstə gəl natrium hidroksid. Alınır mis 2 hidroksid mavi rəngli çöküntüdür. Üstə gəl natrium xlor. Yenə mis 2 müsbət. Üstə gəl xlor mənfi. 2 yazmalıyıq. Burada 2 yazaq ki, düzgün olsun reaksiyamız. Üstə gəl 2 dənə natrium müsbət. Plus 2OH mənfi. Alınır mis 2 hidroksid. Burada yer çatdı, mən yaza bilmirəm. Üstə gəl 2 natrium müsbət. Siz eyni yerdə yazırsınız bunları. Burada hansı iyonlar arasında baş verir? Mis 2 müsbətlə 2OH mənfi arasında gedir reaksiya. Mis 2 hidroksid əmələ gəlir. Və ən sonuncu sual. Bununla da 8-ci sinfi yekunlaşır. Uyğunluğu müəyyən edin. Hər təyin reaksiyasına bir nümunə yazın. Gəlin əvvəlcə nümunə yazmamışdan əvvəl uyğunlaşdıraq, sonra nümunə yazarıq. CO2 2 mənfi. Bu hansı iyonla təyin edirdik? H müsbətlə. Natriumun hər hansı bir iyonla təyin edə bilmirik. Bariumu SO4-lə, sonra xloru gümüşlə, NH4OH olardı əgər OH olsaydı. Nəsə qaldımı? Natrium eləmirik. Barium SO4-də. Məsələn, bariumu karbonatla da təyin edə bilərsiniz. O da çöküntü verir. Amma sizin kitabda yoxdur bu məlumatlar. O real məlumatdan işləmək istəməmizdir. H müsbət yazdıq. NH4-də uyğun yoxdur.
Buranı silək və hər birinə nümunə yazaq. Birinci, CO3 uyğun, deməli, HNO3 üstə gəl, kalium karbonat deyək. Ümumiyyətlə, karbonat turşusu zəifdir. Nitrat turşusu onu duzundan sıxışdırıb çıxarır. Baxın, H müsbət gördünüz, CO3 2 mənfi gördünüz. Bu bizə verir. H2CO3-ü, o da alınan kimi parçalanır. H2O üstə gəl CO2-yə. Alınır bir də kalium NO3. İkiyə baxaq. Xlor mənfi, gümüş, nitrat deyək. Üstə gəl, lityum xlor deyək. Gümüş gördünüz, xlor gördünüz. Sizə verəcək ağ rəngli çöküntünü. Bu da belə işarə qoya bilərsiniz. Qazlı uçur və lityum nitrat alınır. Üçə baxaq. Barium nitrat deyək. Üstə gəl. Sulfat turşusu deyilir. Alınır barium sulfat, ağ rəngli çöküntü. Üstə gəl. Nitrat turşusu. Belə. Bu qədər. Sağ olun, salamat qalın. 9-cu sinifdə görüşmək üzrə.